qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Yeni Nəsil Qızlar Təhsilə Uğura Aparan Yol adlı layihənin icrasını iyun ayından etibarən başlayıb və hal-hazırda bugün Ordubad rayonunda Özgə Uşağı Olmur devizi altında Yeni Nəsil Qızların festivalı keçirilir. Bu həm təhsildə uğur qazanmış, yaradıcılığa da çox böyük nailiyyətləri əldə etmiş qızlar bir araya gələrək təlimdə iştirak edən qızlar, eyni zamanda Ordubad rayon Musiqi Məktəbinin Mədəniyyət Mərkəzinin fəaliyyətini formalaşdıran qızların çıxışlarından ibarət və eyni zamanda layihə çərçivəsində əl işlərini hazırlayan Naxçıvan Qızlar Liseyi və Ordubad İnternat Məktəbinin şagirdləri hər rayondan 20 uşaq olmaqdan və Bakı şəhərində yerləşən Azərbaycan Uşaqlar İctimai Birliyinin 20 üzvünün əl işlərinin bu təlimlərdə iştirak edən qızlardan əl işləri nümayiş etdirilir və hər kəsi festivala dəvət edilir. Siz çəkdiniz. Keçin uşaqlar, keçin. Buradan gəlin, keçin. Sen olabilirsin. Sonra kimdə var? Qarşılamadasın Turanla beraber. Qarşılamada burada duracaqsınız. İkiniz qonaqlar gəldiksə, protokol sesiniz gəldiksə, sonra sizi işarə edəcək, keçirəcəksiniz içəri. Alqışlayırıq bir dənə indi. Özgə Uşağı Olmur festivalından salamlayırıq. Tədbirə keçid almazdan öncə sizi tərəfdaşlarımızla tanış etmək istəyirəm. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ordubad rayon İcra Hakimiyyəti, Ordubad Mədəniyyət Sarayı, AFF şirkətlər qrupu. Öncəliklə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. İndi isə açılış etməsi üçün sözü Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə xanım Ağazadəyə verilir. Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyinin maliyyəsi əsasında həyata keçirilən Yeni Nəsil Qızlar Təhsilə Uğura Aparan Yol layihəsi bu il iyun ayından etibarən fəaliyyətə başladı. Bizim layihəmiz əslində çox kiçik idi. Bura gələk, 20 qız buradan, 20 qız
Naxçıvanlı kiçik təlimlər keçirdək, gedək hərə öz işinin sonra sərgisini keçirsin. Biz təşkilat olaraq heç vaxt kiçik işlərə imza atmırıq. Çünki siz bu kiçik qəlbinizdə çox böyük arzularla yaşayanlarsınız. Ona görə sizin arzularınızı bir qədər də reallaşdırmaq üçün düşündük ki, bunu çox böyük bir formatda həyata keçirdək. Əlbəttə ki, bunun bugün ərsəyə gəlməsində rolü olan insanlar var, təşkilatlar var. Və mən ilk öncə Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsinin sədri Ramza xanıma dərin təşəkkürümü bildirirəm. İlk sözümüzdən həmişə bir söz olub. Canla başla, gözləyirik. Naxçıvan Təhsil Naziri İlham Nəcəfov bugün burada yoxdur, amma ona dərin təşəkkürümü bildirirəm. Çünki həmin o təlimlərin o kiçik yox, çox böyük formatda keçirilməsi üçün bizə çox böyük kömək oldu. Buradan təşkilatımızın adından da təşəkkürümü bildirirəm. Layihə çərçivəsində biz bu kadrları ona görə sizin diqqətinizə çatdırırıq ki, fəaliyyətin ümumiyyətlə gedişatını görəsiniz. Bu layihə çərçivəsində yeni nəsil dediyimiz qızların təkcə təhsildə uğurları deyil, həm də yaradıcılıqda uğurlarının onların hansı ərsəyə gəlməsini nümunədir. Bu layihə çərçivəsində Naxçıvan Qızlar Liseyi və Ordubad İnternat Məktəbindən deyək ki, xüsusi bacarığı nəzərə götürülməyən qızlar yox. Sadəcə öz uşaqları seçdik, götürdük və inanın ki, bu layihə çərçivəsində heç nəzərdə tutulmamışdı ki, yay mövsümündə əlavə olaraq hansı işlər görülsün. Bizim art terapiya müəllimimiz bütün yayı əsasən də Qızlar Liseyinə, bəzən ki, onsuz da özləri çox rahat işləri görürlər. Qızlar Liseyində gecə-gündüz əl işlərinin nümunələri belə WhatsApp üzərindən göstərərək müəllimə, mən bu işi görmək istəyirəm. Müəllimə, siz öyrətdiniz, mən bunu əldə elədim. Və o qızların neçəsinin, deyək ki, artıq sentyabrdan fəaliyyətlərimizi yaradıcılaşdırır. Burada oturan hər bir xanımların yerini əvəz edəcək insanlarsınız. Və nəyə görə sual versələr ki, Azərbaycan hökumətinin xüsusən də qız uşaqlarının təhsilinə bu qədər önəm verirlər və bugün sizə çoxlu sayda nümunə göstərmək olar ki, bugün ölkəmizin təmsil edən ən üst qurumlarında belə bizim dəyərli xanımlarımız iştirak edir. Ki, onlar da sizin vaxtlarınızda özlərlərində olan məsuliyyəti hiss ediblər, özlərlərində olan böyük məsuliyyəti dərk ediblər və bugün bizim təmsil edən bütün strukturlarda xanımlar çox uğurla o strukturları təmsil edir. Əlman bəyə çıxışı üçün təşəkkür edirəm. İndi isə tədbirimizin deyərdim ki, ən maraqlı hissəsinə gəlib çıxmışıq. Layihə çərçivəsində bizim 7 uğurlu gözəlin filmi hazırlanmışdır. Onların həyat yolunda üzləşdikləri çətinliklər, bu çətinliklərlə mübarizə yolları, təhsil həyatlarında qazandıqları uğurlar və sair kimi məsələlərdən bəhs edir. Sözü çox uzatmadan istəyirəm ki, bizim 7 gözəlli, 7 uğurlu gözəli tanıyasınız. Alqışlarınızla 7 uğurlu gözəl. Hamıyatandan sonra gizlicə oturub döyüş filmlərinə baxırdım. Qadın döyüşçüləri elə həsəd aparırdım ki, özünü onların yerində görürdüm.
Onlara hərəkətlərini təkrarlamaq istəyəndə ailəm dəyirdi bir-birinə. Ya əşyalar sınır, ya da əl-ayağım zədələnirdi. Anam mənəm deyirdi ki, sən qıza yaraşan hərəkət etmirsən. Qızlar incə, zərif olmalıdır. Bəyən mən incə deyiləm, zərif deyiləm. Məni başa düşən isə tək anamın nənəsi idi və bir gün o anama dedi ki, anama belə eləməyinin əsas səbəbini biləndə isə çox utandı. Onun üzərində ayağın eləməkdən şişmişdi. O bura gedən yoldakı çətinliklərlə mübarizə aparacaq. Dərslik yarıda qalmış çocuklarına dəstək olacaq. Okuldan olacaq. Mənim adım Ayağımdır. Mən 15 yaşındayım. Mənim vaxtım olsaydı, mənə oxudan olsaydı, nə dərdim olardı? İndi hər şey işte, arzularım cin olmuşdu. Tamaşada obraz yaradıram, rəqs edirəm. Əl işlərinə zövq oxşayıram. Təhsili yarımçıq qalmış qızlara dəstək qrup yaratmaq arzumdur. Mənim adım İlahədir. İlahinin mənə verdiyi bacarıqları idarə edən ən uğurlu qızam. 3 il ərzində ilin uğurlu şagirdi. Yaradıcılıq müsabiqələrinin qalibi adını qazanır. İlahəm. Mənim adım Atamdır. Atam tam da yadıma gəlmir. Kiçik yaşlarımda rəhmətə gedib. Yadıma gələn məni sağlaması, mənə mahnı oxumasıdır. Bəlkə də sağ olsaydı təhsilimə nəzarət edərdi. Anam bütün diqqətini qardaşıma yönəltmişdi. Özümü o qədər tək hiss edirdim ki, uşaq vaxtından ən çox sevdiyim məşğuliyyət xəmir yoğurmaq olub. Anam bunu gizlədirdi, mən tapırdım. Qazanılan oyuncaqlarım idi. Dərsdən sonra ən tanınan aşbazların akademiyasında təcrübəmi təkmilləşdirmək, pişirdiklərimin dizaynı və təqdimatı, həftə sonları da öyrəndiklərimi sığınacaqda sınaqdan keçirmək. Düzdür, bəzən porsiyaları bölməkdə çətinlik çəksəm də, alınmır deyib hiss və ruhdan düşmürəm. Ora qatarla gedirdi. Valideynlərim Bakıda yaşayır. Burada məktəbə getmişəm. Anam çox gözəl xəngəl bişirərdi. Mən də yanında oturub ona baxardım. Sulu boyalarımdan gətirib yeməyi tökərdim ki, niyə rəngli xəngəl olmasın? Aləm dəyirdi bir-birinə. Ev işlərini görməyi çox sevirdim. Amma ən çox ədəbiyyatlı salatlar icad etmək üçün mətbəxdə iş görmək bəhanəsi gətirib ədəbiyyat festivalı yaradırdım. Özümü heç vaxt uşaqlar kimi oyuncaqların içində görmürdüm. Mənim oyuncaqlarım tərəvəzlər, meyvələr, unlu şirniyyatlar, şirin su şüşələri olardı. Tərəvəzlərlə söhbət edərdim, əzizləyərdim. Əzizlədikcə də qeyri-adi salatlar, soslar ortaya çıxırdı. Sığınacağa gəldiyimdə ən çox darıxdığım əziz-xələt mətbəx dünyam idi. Elə bilirdim ki, bütün acılarımı unuda bilərəm. Amma həmin yemək dünyamsız yaşaya bilmərəm.
Ruhumdaki yaralar da sığaldı zamanla. İkinci kursu əlaçı olaraq başa vurmuşam. Hörmətli qonaqlar, hal-hazırda Şuşa şəhərinin tarixi abidələrindən biri olan Gövhər Ağa məscidindəyik. Mikail Müşfiq və Cəfər Cabbarlının yurdu planetə xoş gəldiniz. Cümlələrini deyəcəyim günü böyük səbirsizliklə gözləyirəm. Artıq ölkəmizin turizm məkanlarına səfərlər edir, getdiyim bütün məkanların tarixini, mətbəxini öyrənirəm. Öyrəndiklərimin üzvü qarşısına keçib ingilis dilində saatlarla məşq edirəm. Bəs onun arzusu, istəyi nədir? Qadın istədiyi, dəyər, sevgidir. Çoxları sanır ki, sildir qadınlar. Açdı gün oyandı, her tərəf al boyandı. Dərdindən neçə olan yanar, o da yalandı. Mən güləm kızım, yarım heç zaman olmaz. Mənim kimi güzəli belə sevməmək olmaz. Mən güləm kızım, yarım heç zaman olmaz. Mənim kimi güzəli belə sevməmək olmaz.
mikrofon. Çok teşekkür ederim. Ve bu kalıcı bir haşiye çıkacağım. Burada yeni büyüyen bizim 4 gönüllümüz var. Yeni büyüyen. Genç nesil kızlardı ama aralarında o kızlara destek veren bir oğlanımız da var, bir gencimiz de var. Öz hesaplarına gelirler, burada bizimle bütün günü çiğnerek həmin fəaliyyətlərini Bakıda da davam edirlər. Rəqnə xanım, sizin hədiyələrinizdən onlara mütləq verəcəyik. Mən sizə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun. Tural, gəl bura. Baxın. O gəl, baxmayaraq ki, tədbir qızlara həsr olunub. Daha çox qızlar buradadır. Ümumiyyətlə, layihələrimiz daha çox qızlara bir bilsəniz o necə dəstək verir. Nə qədər vacib bir missiyanı özlərinə götürüb, mən Rəqnə xanımın adına bu hədiyələri sizə təqdim etmək istəyirəm. Hədiyələrə bizim internat məktəblərdə məzəmmətsə təşəkkürümə bildirirəm. Naxçıvan Qızlar Liseyi, İlahi Ramizə də dərin təşəkkürümü bildirirəm. Onlar üçün bizim hədiyələrimiz var. Sadəcə biz bilirik ki, həddən artıq iştirakçılar, tamaşaçılarımız da yorulub. Biz o hədiyələri birazdan verəcəyik. Amma Orduvan Musiqi Məktəbi və Mədəniyyət Mərkəzinin bütün kollektivinə kargo ilə çox yaxın günlərdə hədiyələr yeni il ərəfəsində təqdim olunacaq. Və o hədiyələrdən əlavə Naxçıvan Qızlar Liseyinin şagirdləri ilə biz keçən dəfə təlimdə görüşəndə çox böyük bir istəkləri var idi. Onlar o istəklərini həyata keçirmək istəmişdir, amma hansısa bir problem olmuş da alınmamışdı. Orduvan İnternat Məktəbinin uşaqları üçün onlar yeni il tədbir eləmək istəyirlər və biz onlara söz vermişik ki, bu tədbiri siz təşkil eləyəcəksiniz, hədiyələr bizdən. Biz hədiyələri təmin eləyəcəyik. Ümid eləyirəm ki, internat məktəbi siz də şərait yaradacaqsınız ki, belə bir gözəl tədbir başlasın. İnşallah imkan olacaq, biz də gələcək. Mən buradan dəyərli millət vəkillərimizə dərin təşəkkürümü bildirirəm. Elə hal-hazırda gözəl xanımız millət vəkilimiz də bildirdi ki, əməkdaşlığa açığıq, buyurun əməkdaşlığa başlayırıq. 2026-cı ilin strategiyasında artıq yallımız da burada olacaq. Başqa proqramlarımız da olacaq və hər evə yaradıcı qızlar mədəniyyət gətirir. Mədəniyyətimiz bol olsun. Mədəniyyət bizim gələcəyimizdir. Bu gələcəyi də formalaşdıran bizim bu yeni nəsil qızlardır və yeni nəsil oğlanlarla 2026-cı ildə yeni layihəyə başlayacağıq. Mən çox təşəkkür edirəm. Azər müəllim, sizə təşəkkür edirəm ki, şərait yaratdınız. Orduvan İlham Başçıları, hər birinizə, bütün heyətə təşəkkür edirəm ki, bu vacib bir missiyada yanımızda olun.